Allah Nebisi sallallahu aleyhi ve sellem belə dedi. Allah Teala dedi ki, Yəbni Ədəm, ey adam evladı, əgər mənə yer dolu xətalarla gələrsənsə, əgər mənə ləv əteytəni bi qurabil ərdi xataya, mənə yer dolu, yer boyda xətalarla, yəni yer üzü boyda xətalarla gələrsənsə, thumma laqitəni la tushrik bi şey'an, və mənə şərik qoşmadan gələrsənsə, mən sənə o qədər məğfirətlə gələrəm. Və fikir verin ki, dəyərli izləyicilər, yəni yer üzü dolu günahlarla Allahın huzuruna getsən, amma Allaha şərik qoşmasan, Allah sənə o qədər məğfirətlə gələr. Ona görə görün, şirk necə əzəmətli bir günahdır. Necə əzəmətli bir şeydir. Ona görə Allah Teala şirki bağışlamır. Və bu hədis də bizə bəyan eləyir tövhidin fəzilətini və savabının çoxluğunu, Allahın rəhmətinin genişliyini və həmçinin bu hədis rəddir xavariclərə, cəhənnəm köpəkləri, xavariclərə rəddiyədir. Fikir verir, insan nə qədər böyük günahına getsə belə, əsas o ki, əməllərində şirk olmasa, Allah subhanahu wa ta'ala bağışlayacaq. Hansı ki, xavariclər böyük günah sahiblərini təkfir edirlər. Və həmçinin bu hədis dəlildir Allah Azze və Cəllənin kəlamının isbatına, Allah əzəmətinə layiq şəkildə danışır. Necə ki, Allah Rasulü buyurdu ki, Allah Teala belə dedi, yəni Qüdüs hədisdə. Həmçinin də bu hədis bizə yenə La ilahe illallah kəlməsinin mənasını bəyan etdi ki, La ilahe illallah kəlməsi Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur mənasındadır və bu kəlmə də həmçinin də şirki bütünlüklə inkar edir. Həmçinin bu hədis bizə bəyan etdi qiyamət gününün hesabının olması və mükafatın və cəzanın baş verilməsi.